Boşanan xanımla ailə qurarsınız. Xeyr. Niyə? Çünki boşananla boşanan ailə qursun, subayla subay qursa daha gözəldir məncə. Xeyr. Yəni Niyə? bir adam nəyə görə boşansın? Bir problemə görə boşana bilər, başqa ya da xəyanətə görə boşana bilər, başqa işinə görə. Problemli adam lazım. Necə? Problemli adam lazım deyil də. Bəli, problem adam lazım deyil mənə, xeyr. Boşanmış xanımla ailə qurarsınız. Yox. Niyə? Çünki mən evlənib boşanmamışam, subayam. Kurmam ya. Hiç sanmıyorum. Ya belli olma, büyük konuşmayayım da kurmam diye düşünüyorum. Hiç sanmıyorum. Nədən qurmazsın? Ya benden önce bir geçmiş olmasın şimdi. Ya geçmiş olmasın derken en azından evlenip boşanmasın. Belediyenin sevgilisi sevgilisi olur da evlenmemiş olsun en azından. Mənim fikrimcə yox. Çünki yəni gələcək üçün yəni istəyərdim ki, bir subay bir xanımla, yəni evlənməmiş xanımla ailə quram. Baxır nəyə görə boşanıb da, yəni əgər xanımın öz səhvi olubsa, kişi öz namusun, qeyriyyət görə yəni boşanıbsa və yaxud nə bilim ona görə tərk edilibsə, onda yox. Amma belə günah kişidə olubsa və yaxud qadının öz namusun, qeyriyyəti bəli, niyə də olmaz? Boşanan xanımla ailə qurardınız. Mən istəməzdim, yox. Əgər mən də boşansaydım, hə, olardı. Xarakter möhkəmdirsə, sağlamdırsa, indi boşanıb ola bilər də. Nə var ki burada? Heç kim heç nədən sığortalanmayıb.